Yaxşı dədəydim, aparmalısı eləşdirəydim. Gedib qızlarla oynayırdım, qoymazdım qızlarla oynamağı. Vallahi uşaq vaxtı qabarmalı kuklalar qoyurdular. At alıb qoyaydım, silah alıb qoyaydım. Barbie kuklası qoyurdunuz, mən də oynatdım, qadına meyillik saldım. Başladım qadın hərəkətlərindən. Əlimdən alıb qıraydınız kuklaları. Deyir, ölümə çarə yoxdur, hər şeyin maddəsi var. İndi Allah'a şükür, tanınmışam, sevilmişəm, demirəm, hamı məni sevir. 50-50-yədir. 50% sevirsə, 50% sevmir. Demirəm, mən hamı sevir. Hamı da məni sevmək zorunda da sevir. Allah'a şükür, tərbiyəsizliyim yox, mədəniyyətsizliyim yox. 4 il düzə oldu TikTok'a girməyə. 4 il bu platformada. Kimsə mənimlə tərbiyəsiz söz danışdığımı, özümü pis apardığımı görür. İndi bəzi o vaxtla PK eləmişəm, oynamışam, nə bilim, o da PK-cı. Səhv elədiyimin fərqindəyəm. Səhvsizdə insan yoxdur bu həyatda. Əsas odur ki, səhvini başa gəlir. Sağ olun, suyu bağlı. Suyumu yazmır onsuz da. Mən su pulu ödəmirəm. Niyə? Çünki məndə kaçalka suyudur. Hökumət yanı çəkdirməyib də, yəni içməli deyil. Ondan yuyuram, qabları yuyuram, çimirəm, duzlu sudur, yerin altından çıxır. Prosto inşallah bura, geçək, burada hamı, bütün küçədə hamı kaçalkadır. İnşallah hökumət bura. Amma filtr çəkiblər, filtrim də xarab olur. Filtr süzürdüyüm, içirəm. İnşallah bura bir geçək su çəkərlər, içməyə suyumuz olur. Yəni mən suyu gedib gətirirəm. Yoldan, kənd yolu var, Mirzalı bəyələ gedib oradan gətirirəm kanistir. İçməyə suyu. Hərəkətim tüyolda orayım. Bax, o xanım, sənin nə ixtiyarın var, ay xanım, mənə şey edirsən? Allah şu, baboş pulum veribdir. Baboşa gəlib darvaza verməyiblər. Pulumu verətdirmişəm. Demək olar ki. İndi o, bilmirəm, o da elətdiydi, xoşuma gəlmədi. Ensiz bir şeydir. Yəni gördünüz. Hamısı prim yığır. Səhvələri qalxır axı. Jurnalist deyirəm, səhvələri qalxır. Məndən danışır orada. 1 milyon baxış gəlir. O girin görüm nə qədər baxış gəlir bura. 1 milyon olmalıdır. Neçə sırada. Bu baxın görüm nə qədər baxış gəlir. Elə deyib, bəzi kütlərini də qaldırır üstümə. Deyir ha. Nə qədər? 856 min, deyə baxın deyirəm, bax. Bax, bu xanım məni istəyir. Üstü işləyir, baxın, belə gözəl darvazamı, gözəl dam öpükləri. Mən buradan Uğur İnşaat, Telefon müəllimə təşəkkürlü edirəm ki, belə gözəl ustalar da vaxtı gəlibdir. Belə gözəl damı qurdu, verdim ha. Gör nə gözəl oldu, indi içərdən də çəkəcəyik. Şimdi siz özünüz de danışın ki, Uğur İnşaat'ın ünvanı harcayın. Daha danışacaq, bax uşaqlar. Dərməcurda yerləşir Uğur İnşaat. Çox gözəl. Firmanın rəhbəri deyə bilmərəm. Və mən sadəcə bilmək istəyirəm ki, mənim onun qapısında, bacasında da işim yoxdur. Qapımız var, Allahımıza şükür, pəncərəmiz var, bacamız var. Bəs ay bacı, manat darvaza qoymayıb, ay qadan alın. 600 manat pul vermişəm, ay bacı. Adı nədir bunun, bu xanımın? Tamın adı nədir? Qadan alın, manat darvaza qoymayıb, ev alınan darvazam var. Ay jurnalist xanım, sana mən nə pis deyirəmişəm ki, qaldı da mənim kütləm var, sən də baxırsan da, sən də baxırsan, deyirsən 10 min insan izləyir, 10 min bilirsən. Deməli, baxırsan ki, bilirsən ki, mənim canımda bu qədər insan var. Qoca nə yazırlar yorumlarda? Hə, bir dənə yazır ki, bir anti-reklamın özü belə reklamdır. Bir də yazın, inanın ki, sizin kimlər zirvəyə qaldırırsınız. Sevmədiyiniz insanların nur da sizə halal olsun deyənlər də siz özünüzlə baboşun canlısında oturanlardır. Hə, belə yazır.
Nə qədər paxıllar var, partlayırlar. Sağ olsun Uğur İnşaat, Allah razı olsun. Bu tumandan bəlkə mən də alım, Ruzili tuman oxşuyur. O da yazıq təhət. Elə çox pis yorum yazmayıblar. Baboşun şortikindən istəyirəm. Bəziləri də pis də yazıblar. Hə, pis də yazanlar var. Yaxşı da yazanlar var, pis də yazanlar var. Darvazamız köhnə olsun, əsas darvazamızdan içəri özümüzünkülər girsin. Onun, bununki yox. Vallahi haqiqə, mənim darvazamdan içəri kim girir ki? Gəldi, yəni fanatlardır, qonşumdur, bir dildənizdir. Kim girir ki darvazamdan içəri? Darvazamın ağzında kamera da var. Ancaq yazmağı bilirsiniz. Biri yazır ki, mən bu şirkətdən darvaza alacaqdım, fikrimi dəyişdim bu videodan sonra. Da Aysi, sən darvaza almasan qurban ol, birinci darvaza satmır, dam işinə baxır. Darvaza almasan da onun darvazası getməyəcək. Bax, o dədeyin ölmüş haqqı. Ancaq işiniz yox deyə, ancaq oturasınız, monitor arxasında döşəyəsiniz. Valla maaş kim darvaza koymuyor. Babaş 600 manat pulum verir. Yerdə qalandım, reklamandı bilmirəm. Elədiyi də xoşuma gəlmir. Ensizdir. Yəni niyə danışımsa məndən səhvən qalxıb 1 milyona. Heç orada bəzilərlə danışsın, çox boyuta baxışın yoxdur. Hələ 5-6 saat o boyuta baxış gəlir. O bir günə 1 milyon yarım vuracaq. Bilmirəm, ay 4, mən bu cəmaatan ağarmışam. Mən neynəmişəm. Bu Ruzini verən Allahdır da, qurban olunsa. Biraz kütlə var, cəmaata xoşdur obyektin reklam eləməyə. Şəxsən mən görərəm ki, Həsəndə 5000 insan var. Əlbəttə ki, mənim də obyektim var. Görərəm malım getmir, tanınmaq istəyirəm. Deməli, o 5000 nəfərə gedib iş eləyəcəm ki, qardaş, reklamı eləməliyəm ki, bunu bir cəmaat görsün. Sən də özünü mənim yerimə qoy, sən də qazanarsan, ay xanım. Sən işıq gələn yerə parmağını tıxırsan, sən istəyirsən ki, pul olsun. Hamı istəyər ki, özünü bir tərəfə çıxarsın. Hamı istəyər ki, qazansın, pul olsun. İndi niyə cəmaatı pis deyirsən ki, həm amim eləyim, məni pis deyirsən ki. Sağın ağarmışım, gid o başına, nətər deyirlər, o bel yiyənlərə, buynuz qoyanlara, ədəbsiz tumanın qaldır, qarnını çöldə qoyanları müzakirə eləyir. Məni ağarsan, baboş otur tüyoxlarını saxlayır, pis örnək döyür kiməsə. Nədir onun adı? Göbəyin qarnını aşmayır, tüyoğunu saxlayır, ustasından, evindən, eşiyindən. Gün ərzində canlıca da məni belə görürsünüz. Ancaq evimlə, eşiyimlə, ya oramı düzəldəcəm, evinin burasını, gah evi təmizləyəcəm, gah tüyox yolu təmizləyəcəm, gah həyətimi göstərəcəm, meyvə ağaçlarını göstərəcəm. Pis sözlər danışmıram. Məni niyə müzakirə edirsən? Dövlət, xoş gəlmişsən, çox sağ ol. Gid o pis örnəklərdən, o pis qadınlar var, canlıda pis söyüşlər danışır, ailələr baxır, onları müzakirə elə, onları qoy. Mən niyə müzakirə edirsən ki, sabir pisliyim deyil. Nə atam var, nə anam var, nə qohumum, adları var, qohum əqrəba. Tək özüm öz ayaqlarımın üstündə durub, özüm eləmişim bunları. Bu şəraitləri mən öz əlimlə, öz canımla eləmişim. Mənim ayaqlarım kimsə tanıtmıyor, kimsə məni qabağa çəkməyib. Öz səmimiyyətimlə, öz danışığımla, özüm pişmişəm deyə qabağa getmişəm. Kimləsə prim kasmıram, Allaha şükür. Kimləsə prim kasmıram, nə də məni kimsə qabağa apartmayıb. Özüm tanınmışam, özüm də sevilmişəm. Sevməyənlər də var, demirəm, sevənlər də var. Mənim nəyimə müzakirə edirsən? Çox sağ ol, ay 4, təşəkkür. Atam var. Ay qadanam, atam var, hə. Amma yoxdur da, yoxdur. Olmamış kimi bir şeydir, adı var, özü yoxdur.